Bu yaxınlarda məmurların, deputatların maaşları 3-4 dəfə qalxdı. Milli Məclisin sədrinin, baş nazirin maaşı 17 min manata qədər qaldırıldı. Və bu cəmiyyətdə xeyli müzakirə olundu. Bəs o biri maaşlarda necə? Artım gözlənilir? Əslində bizim maaşımız, yəni mən deputatları deyirəm də, indi təbəqələr üzrə. Hansı bir nazirliyin şöbə idarə müdürü qədərdir. Baxın, mən dedim sizə ki, mən tutaq ki, bölgədən seçilmişəm də. Mən öz hesabıma rayona gedib gəlirəm. Bəli. Yəni, bütün yəni ki, mən ezam olunmuram. Yəni, əvvəl xərclər də bizdə elə bir bizim işimizlə bağlıdır. Burada bizi təbii ki, öz maaşımızla xərcləyirik. İstər-istəməz gələn seçiciyə hansısa bir köməklik edirsiniz? Təbii olur da, indi o imkan daxilində eləməlisən də. İmkan daxilində kiməsə nəsə bir dəstək olursan. Amma bu hamısı bizim öz qazancımızdan gedir. Amma maaşlar qalxsa da, məmurların bəzən hüquq mühafizə orqanlara da var idi, başqa məmurlarda da o məsuliyyətə çıxanda da, sonra bayram günləri də imtiyazlar verirdi. Əslində o da götürüldü. Yəni o rəsmi idi, amma indi o götürüldü ki, elə maaş qalxır, elə maaşım, amma bizdə var idi ki, görürsünüz, hansısa müstəqillik günü, Novruz bayramı var, yəni ki, dövlət məmurlarda belə bir imtiyazlar var idi ki, yəni əvvələ, yəni ki, dövlət pul verirdi. İndi bu hamısı yığışdırıldı, yalnız maaş təyin olunur və onunla da insanlar hərəkət eləməlidir.